Salam, hər vaxtınız xeyir olsun, gününüz uğurlu olsun. Video test keçəcəm. Birinci mərtəbəni öyrənmişdik, plus öyrənmişdik. Sonra birinci mərtəbəni öyrəndik. İndi ikinci mərtəbəni öyrənmək üçün bizə sarı olmayan orta daşlar lazımdır. Məsələn, belə daş lazımdır. Bu sarı daş yuxarının daşlarıdır. Onlar bizə lazımdır. Onlar bizə yuxarı axırıncı mərtəbə tamamlayanda lazım olacaq. Bizə deməli biri elə düz gəlib düşüb yerinə. Bu ola bilərdi, yenə deyirəm, burada da ola bilərdi, burada da ola bilərdi, fərqi yoxdur. Kubikə belə baxanda, nəzər yetirəndə burada məsəl üçün sarı olmayan daş məsəl üçün görmək olur. Deyək, sarı olmayan daş bu daha qırmızı, yaşıl. Yenə bunun üstünü tuturuq, 2-2 fırladırıq. Aha, gəldi. İndi buna bir belə baxırıq, bir belə baxırıq ki, görək bu qırmızı daşımız sola gedəcək, yoxsa sağa gedəcək. Sağa getsə tərsə düşəcək, düz olmayacaq. Bu məlum məsələdir ki, orta daşımızın xirəsi qırmızıdırsa, bu çörülüb bura gələcək. Onun üçün də əgər sola gəlirsə, bu daşı sağa çeviririk, solu qaldırırıq, çevirdiyimiz orta daşı yerinə gətiririk, qaldırdığımız daşı yerinə qaytarırıq, baxırıq, bura pozulur. Bir dənə sağa fırlayırıq, görürük ağ daşımız buradadır. İndi ağ daşımızı yerinə qoyacaq, orta daşımız da onunla bir yerdə, hazır burada vəziyyətdə gəlib, dayanıb bizi üçün. İndi bunu əgər ağ daş sağımızda dayanıbsa, bunu solda gizləyəcək, sağı qaldıracaq, gizlədiyimizi qaytaracaq yerinə, qaldırdığımızı da qaytaracaq yerinə, daşımız oturdu yerinə. Yenə baxırıq, bizə belə baxırıq, kubu fırlatmaq olmaz. Belə baxırıq, sarı olmayan daş. Sarı olmayan daşın biri buradadır, biri buradadır, biri də buradadır. Elə bunu tuturuq belə, yenə fırlayırıq 2-2, düz deyil. Bu daş bura nəzər edirik də. Yenə fırlayırıq, düz deyil. Yenə fırlayırıq, aha, düzdür. Deməli, plusumuz pozulmayıb, bu da düzdür. İndi yenə bunu belə baxanda narıncıya gəlib düşür. Bu, qırmızıya gəlib düşə bilməz. Bunun yeri, deməli, narıncıdır. Göy, narıncının yeri buradır. Bura. Onun üçün də əgər bunu sola gətirəcəksə, bu daşı sağa fırlayırıq, solu qaldırırıq, sağa fırladığımız daşı yerinə gətiririk, sola qaldırdığımızı qaytarırıq yerinə. Görürsünüz, daşımız burada düzəldi. Bunu axı hökmən özümüzə çörməliyik ki, bilək bunu sola fırlamalıyıq ya sağa. Bunu əgər dediyim kimi, bu əgər sağ tərəfimizdə dayanıbsa, bunu solda gizlədirik. Çünki burada bunu bu tərəfə gizlətsək, bunu qaldırsıq, gör bu daş hara gəlib çıxır, olmur elənci. Ona görə bu bizə baxan ağ daş sağdadırsa, bunu solda gizləyirik. Sağı qaldırırıq, gizlədiyimizi qaytarırıq yerinə, qaldırdığımızı yenə qaytarırıq yerinə. Bir dəqiqə. Telefondan, kameradan görmək biraz çətin olur. Bax, bunu mən səhv fırladım yerinə. Elə bu olmağı yaxşıdır ki, bunu səhv eləyəndə görürsünüz, qırmızının daşı gəldi, düşdü bura. Səhv eləyəndə belə olur. Onun üçün də səhv eləməmək lazımdır. Onu buraxırıq öz başına. Neynək? Baxırıq, yenə bizə sarı olmayan daş hansıdır? Aha, sarı olmayan daş budur. İndi bunu yenə fırlayırıq, bunu tuturuq belə, fırlayırıq, düz deyil, fırlayırıq, düz deyil, fırlayırıq, aha, düz deyil. İndi bu daşa baxırıq, narıncı bura gələ bilməz. Narıncının yeri buradır.
Orta daşımız narıncıdır. Plusumuz narıncı ilə göydür. Bu fırlanıb bura oturacaq. Onun içində. Bu daşı əgər bura oturacaqsa, bunu sağa gizlədirik. Qaytardıq, qaldırdıq. Gizlətdiyimizi, üzr istəyirəm, qaytardıq. Qaldırdığımızı saldıq aşağı. Parçamız hazır. Yenə baxırıq, əgər bu sağda dayanıbsa, bunu sola gizləyirik. Sağı qaldırırıq. Gizlədiyimizi qaytardıq yerinə. Sağı salırıq aşağı. Və daşımız düppədüz oturdu yerinə. Yenə baxırıq, bizə sarı olmayan daş. Aha, sarı olmayan daş burada var. İndi bunu fırlayırıq, orta daşlarımızı düzəltmək üçün. Məqsəd odur ki, bunu fırlayırıq ki, aha, plusumuz tam düzəlir. İndi bunu baxırıq, göyə gələcək. Bu, yaşıla gələ bilməz. Yaşılın daşı hazır yerindədir. Onu yerinə qoymuşuq. Əgər bu, yenə deyirəm, sola gələcəksə, bunu sağa çəkirik. Solu qaldırırıq. Sağa çəkdiyimizi qaytarırıq yerinə. Solu qaldırdığımızı qaytarırıq yerinə. Parçamız hazır düzəldi. Və yenə baxırıq. Əgər bu sağdadsa, bunu sola çəkirik. Sağı qaldırırıq. Sola çəkdiyimizi qaytarırıq yerinə. Sağı da qaytarırıq yerinə. Daşımız oturdu yerinə. İndi yenə bizə lazımdır ki, sarı olmayan daş. Aha, sarı olmayan daş var. Görürsünüz, narıncıdır. Bizə bu daş lazımdır. İndi orta daşlarımızı düzəldək. Aha, gəldi yerinə. Bu tərəfin yerindədir. Bu, məlum məsələdir ki, sağa gələcək bura. Yenə sağa gəlmək üçün bunu solda gizləyirik. Sağı qaldırırıq. Gizlədiyimizi qaytarırıq yerinə. Bu video təkrar baxsınız, çox rahatdır. Sağı da qaytarırıq yerinə. Görürsünüz, parçamız hazırdır. Bunu yenə tuturuq özümüzə qarşı. Əgər bu soldadsa, sağa çəkirik. Gizlədirik sağda. Çünki sol yuxarı qaldıranda düz olmalıdır. Bunu qaytarırıq yerinə. Bunu da qaytardıq yerinə. Daşımız yerində hazır. İndi baxırıq görək. Künclərimiz demək olar ki, hazırdır. İkinci mərtəbəmiz hazır. Əla, burayacan gəldinizsə təbrik edirəm.